وحدانيته في كل شيء ونظم خلقه دليلا على وحدانيته. Əziz möminlər, bir anlıq düşünün, həşəratların dünyası, gözlə görünməyən, lakin möhtəşəm bir nizamla yaşayan milyonlarla canlı. Onların hərəkəti, qanad çırpması, nizamı və instinktiv davranışı elə bir hikmət və məqsəd daşıyır ki, bu məqsədsizlik və təsadüf iddiasını tamamilə puç edir. Allah-u Teala Quran-ı Kərimdə belə buyurur: وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا. Yer üzərində hərəkət edən elə bir canlı yoxdur ki, onun ruzusunu Allah təmin etməsin. Bu ayə bizə göstərir ki, hər bir həşərat, hər bir atom öz mövcudluğunda Allahın qüdrətini və elminə şahidlik edir. Atomlar, yəni maddənin əsas bünövrəsi, əslində tövhidin elmi dəlildir. Bir atomda protonların müsbət, elektronların mənfi və neytronların taraz gücü ilə dayanması kainatın ən dərin qatında bərabərlik və harmoniya qatının mövcud olduğunu sübut edir. الذي خلق فسوى والذي قدر فهدى. Odur ki, yaratdı və mükəmməl nizam verdi. Odur ki, ölçü müəyyən etdi və hidayət etdi. Bu ayə atomun nizamındakı tarazlığı, elektronların dövrü, hərəkətini, qüvvələrin bərabərliyini izah edir. Elm bunu qüvvələrin balansı adlandırır. Amma möminlər üçün bu Allahın müqəddər ölçü qoyan sifətinin təcəllasıdır. Allahın səlbiyyə və sübutiyyə sifətləri atomdakı ilahi təcəlli. Bu sifətlər Allahdan nöqsanlığı uzaqlaşdıran sifətlərdir. Birincisi, qidəm. Allahın başlanğıcı yoxdur. Atomun başlanğıcı var, amma onu var edən başlanğıcsızdır. İkinci, bəqa. Allah əbədidir. Atomlar dağılır, dəyişir, amma Allah dəyişməz. Üçüncü, xaləfətun lil həvadis. Allah yaradılmışlara bənzəməz. Yaradılmış olan atom maddedir, lakin Allah qeyri-maddedir. Dördüncüsü, qiyam bi nəfs. Allah öz zatı ilə qaimdir. Atomlar var olmaq üçün səbəbə möhtacdır, amma Allah heç nə ehtiyac duymur. Sübutiyyə sifətlər Allahın kəmalını və mükəmməlliyini bildirən sifətlərdir. Birinci, elm. Hər şeyi biləndir. Atomdakı hər hərəkət, hər qanun onun elminin təzahürüdür. İkinci, qüdrət. Hər şeyə qadirdir. Elektronları orbitdə tutan qüvvə onun qadir sifətlərinin parıltısıdır. Üçüncü, iradə. İstədiyini yaradır. Hər atomun varlığı Allah istədi və oldu. Kun fəyəkun. Əmrinə tabe olur. Dördüncüsü, həyat. Birlik sahibi. Həyatın atomlardan formalaşması onun diri olmasının dəlilidir. Beşinci, səma və bəsər. O eşidir və görür. Hər nə baş verirsə onun nəzarəti altındadır. İmam Əli əleyhissalam belə buyurur: Urife bidelaili ehkamis sun'i və itqanil xalq. O, yaradılışın möhkəmliyinin və varlıqları tərtibatının dəlilləri ilə tanınır. Ləv arafən nasu ma fil nəmləti minəl xalq ləsəcədu lillahi ta'ala min azamati. Əgər insanlar qarışqadakı yaradılışın incəliklərini dərk etsəydilər, Allahın əzəməti qarşısında səcdəyə gedərdilər. Bu hədis göstərir ki, həşəratların dünyasında belə Allahın əzəməti açıq-aşkardır. Əziz möminlər, həşəratların nizamı, atomların harmoniyası, qüvvələrin bərabərliyi bizə bir dərs verir. Kainat təsadüfü deyil, bir tək Allahın iradəsi və elmi ilə idarə olunur. Allahu nurus semavati vel ardı. Allah göylərin və yerlərin
nurudur. Atomun içində işıq, enerjisi və nizam varsa, bu nur onun nurunun bir parçasıdır. Allahı tanımaq üçün uzaqlara baxmayın. Bir atomun içində, bir qarışqanın qanadında, bir arının nizamında tövhid dərsi gizlənir. Fətəbarəkallahu əhsənul xaliqin. Bərəkətlidir Allah yaradıcıların ən gözəli. Allahumma arifna nəfsəkə fə innəkə illəm tuarrifna nəfsəkə ləm na'rif nəbiyyəkə. Allah bizə elmimizi, təfəkkürümüzü və qəlbimizin nurunu artırsın və bizi onun birliyinə və sifətlərinə dərindən iman gətirən bəndələrdən etsin.